Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu kardeşler. Elhamdülillah Ramazanın demək olar ki artıq sonuna yaxınlaşırıq. Ramazan demək olar ki artıq səfərə çıxır. Allahdan istəyirik ki, Allah Teala bütün etdiyimiz salih əməlləri qəbul etsin. Allah Teala sizin malınıza, mülkünüzə bərəkət versin. Muhammed sallallahu aleyhi ve sellem bizə öyrətdiyi kimi sizin üçün xeyir duası eləyirik. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Aftara indakumus saimun və əkələ təamakumul abrar və sallat aleykumul mələikə. Süfrəvizdə oruç tutanlar iftar etsin, malımızı Allahın xeyirli qulları yesin və Allahın mələkləri üçün Allah Teala'dan bağışlanma diləsinlər. Elhamdülillah əziyyət çəkdiniz. Allah sizi sona qədər müvəffəq etsin. Həmçinin Allaha dua edirik ki, belə məclislərin səbəbkarı olan müsəlmanların mallarına bərəkət versin. Allah Teala onların bu əməlində onları ixlasa, sünnətə müvəffəq etsin. Onların qəlbində olan təqvasını, imanını artırsın Allah Teala. Allah onlardan razı olsun. Sonra qardaşlar, elhamdülillah, xatırlatmaq istədiyim mövzu Allah Teala'nın bizi dini üzərində qardaş etməsidir. Allah Teala buyurur ki, ayədə innəməl mu'minunə ixva. Möminlər qardaşdırlar. Allaha şükürlər olsun ki, Allah Teala bizi qardaş eləyib. Sonra Allah Teala buyurur ki, ayənin davamında fəaslihu beynə əxavəykum. Qardaşlarımızın arasını İslah edin. Allah Teala bizdən nə istəyir? İslah. İslah istəyir Allah Teala. Həmçinin başqa ayədə Allah Teala buyurur ki, وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا. Yer üzəri islah olandan sonra orada fəsad törətməyin. Yəni Allah Teala islahın tərəfdarıdır. İslahı əmr eləyir, islahı xoşlayır. Allah Teala fəsadı əhlini xoşlamır. Sonra Allah Teala bir şey وَاتَّقُوا Allahdan qorxun لَعَلَّكُمْ تُرْحَمُونَ. Bəlkə Allah Teala sizə rəhm eləyər. Və qardaşlıq böyük neymətdir, qardaşlar. Allah üçün qardaş olmaq, Allah üçün bir-birini sevmək əzəmətli bir neymətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir ki, Allah Teala qiyamət günü buyuracaq. Allah Teala buyuracaq qiyamət günü Əynəl mutəhəbbunə bicələli. Mənə görə, mənim cəlalıma görə bir-birini sevənlər hardadılar? Bax, əziz qardaş, diqqət elə. Bu nida möminləri olacaq qiyamət günü. O kəslər ki, həqiqətən də Allaha görə. Çünki Allah Teala'nın xitabına bax. Əynəl mutəhəbbunə bicələli. Mənə görə bir-birini sevənlər. Baxmalıyıq hər birimiz qəlbimizdə. Bu sevgiyə, qardaşlarımıza olan sevgiyə baxmalıyıq. Allaha görədir, yoxsa dünyaya, nəfsimizə? Allaha görə olmalıdır. Allah Teala buyurur ki, Əl-yəv uzilluhum fi zilli yevmə la zillə illə zilli. Deyir ki, mən o mənə görə bir-birini sevənləri heç bir kölgənin olmadığı bir gündə, yəni qiyamət günü öz kölgəmdə, yəni ərşimin kölgəsində onları kölgələndirəcəm. Əzəmətli bir mükafatdır Allah Teala'dan. Lakin kimlərə? Allah üçün bir-birini sevən, Allahın rızası üçün bir-birini sevən və bu sevgi qardaşlar Allah Teala'nın bizim qəlbimizə qoyduğu bir bağdır. Özü Allah Teala bunu birləşdirib. Bizim böyük əksəriyyətimiz eyni rayondan olsaq da, lakin baxırsan ki, çoxumuzun arasında qohumluq yoxdur və çoxumuz bir-birimizi tanımırıq. Lakin necə cəm olmuşuq? Necə belə xeyir üzərində, bir dinin üzərində, bir əqidənin, bir mənhəcin, bir fikrin üzərində cəm olmuşuq? Biz eləmişik bunu? Yox. Kim eləyib? Allah subhanahu wa ta'ala buyurur ki, Allah Teala Muhammed sallallahu aleyhi və səlləmə buyurur ki, Allah Teala لو أنفقت ما في الأرض جميعا
Əgər yer üzərində olanların hamısını xərcləsəydin, mə əlləftə beynə qulubihim, onların qəlblərini birləşdirə bilməzdin. Qəlblərinin arasını bir-birinə isnişdirə bilməzdin, sevdirə bilməzdin, bağlaya bilməzdin. Hətta yer üzərində onlarından hamısını deyir Allah Teala. Təsəvvür elə, nələr var yer üzərində, nə dəyərlər, dünyavi mənfəətlər. Allah Teala deyir ki, hamısını xərcləsəydin, alınmayacaqdır. Sonra deyir ki, vələkinnəlləhə, amma bu iş Allah üçün qəlbləri birləşdirmək, bir-birinə sevdirmək. Təsəvvür elə məsələn, qadınla kişinin, ərlə arvadın arasında olan sevgi. İki dənə bir-birini tanımayan bir insan sonradan tanış olur və şəriət üzərində nikah edir. Allah Teala aralarında möhkəm bir dənə bağ qoyur. Sevgi. Qardaşlıqda da belədir. Allah üçün asandır. Və zəlikə aləllah yəsir. Bir çox ayədə Allah Teala deyir ki, bu Allah üçün asandır. Allah üçün yüngüldür bu iş. Allah Teala qardaş eləyib. Deyir ki, sən xərcləsəydin hər şeyi sən eləyə bilməzdin. Lakin Allah Teala elədi, qardaş elədi. Həmçinin Allah Teala Muhammed sallallahu aleyhi ve selləmi və onunla bir yerdə olanları Quran-ı Kərimdə necə vəsf eləyib? Buyurur ki, Muhammedun Rasulullah. Muhammed Allahın Rasuludur sallallahu aleyhi ve sellem. وَالَّذ۪ينَ مَاهُ اَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ. Onunla birlikte olanlar kimler kardeşler? Muhammed sallallahu aleyhi ve sellemle birlikte olanlar, onun yolunda olanlar, onun əqidəsində, onun mənhəcində, onun sünnətində olanlar bir-birlərinə qarşı mərhəmətli, yumuşaq, həlim, səbirli, təmkinli, Allah üçün keçməyi bacaran, Allah üçün səbir eləyən, nəfsini sındıran, təvazukar insanlar var. Onlar bir-birlərinə belədirlər, mülayim. Amma qeyri-müsəlmanlara qarşı isə sərtdirlər, yəni dinlərinə. Hissi olaraq sərtlik yoxdur onlara da. Məsələn, müsəlmanlar onlarla yolda qarşılaşanda onlara təhqir eləmək, vurmaq, söymək və s. yoxdur bizim dinimizdə. Biz onlara nifrət edirik, əqidə olaraq dinlərinə, batil olduğuna etiqad edirik. Yəni, nifrət budur. Lakin Allah Teala fikir ver, möminlərə nə deyir? Bir-birlərinə yumuşaqdırlar. Vallahi qardaşlar, gördüyümüz və müşahidə elədiyimiz odur ki, çox azdır belə qardaşlar. Bir-birini Allah üçün sevən, bir-birinə rəhmət eləyən, bağışlamağı bacaran, əff eləyən, əff eləməsi ilə Allahın da onu əff eləməsini istəyənlər azdır. Sən əff eləsən, bağışlasan, keçsən, mülayim olsan, Allah da sənə bağışlayacaq. Çünki Allah özü bunu xəbər verib bizə. Allah Teala Abu Bakr haqqında ayələr nazil eləyir. O vaxt ki, Abu Bakr eşidir, Mistah ibn Üsəsə Abu Bakrın qohumlarından idi və Ayşə anamız haqqında iğrənc danışanlarla, ona zina iftirası atanlarla o batilə dalıb, o da Abu Bakrın qızı haqqında danışır, iftiraya, o da qol çəkib, deyir ki, mən bir də ona mal mülk verməyəcəm. Çünki kasıb idi, Abu Bakr ona yardım edirdi. Malından, mülkündən xərcləyirdi ona. Lakin fikir verin, qardaşlar, söhbət burada gedir. Qadından, Abu Bakrın qızı, Abu Bakr da Allahın sevdiyi idi və onun qızı da Muhammed sallallahu aleyhi ve sellemin yoldaşı idi. Və Allah Teala onu seçib Ayşəni Muhammed sallallahu aleyhi ve sellemə qadın eləmişdi. Abu Bakr deyir ki, Allah'a and olsun, bir də ona malından, mülkümdən verməyəcəm. Lakin Allahın müamiləsinə baxın. Allah Teala ayələr indirdi ki, sizdən fəzilət sahibi olanlar, malı, mülkü çox olanlar, qohumlara, miskinlərə, kasıblara, Allah yolunda vuruşanlara verməyəcəyəm deyə and içməsin. Sonra nə dedi? فَلْيَعْفُوا وَلْيَسْفَحُوا. Bağışlayın, əff eləyin. Kimi, qardaş? Muhammed sallallahu aleyhi ve sellemin qadınına iftira atanı və o iftiranı dəstəkləyəni, orada yardımlaşanı Allah Teala deyir ki, and içmə ki, verməyəcəm. Deyir, əff elə, sən onu bağışla. Sonra nə deyir?
Ələ tuhibbun ən yəğfirallahu ləkum. Məgər istəmirsinizmi Allah da sizi bağışlasın? Fikir ver əziz qardaş. Yəni, sən qardaşın Mistah ibn Üsəsə qədər yoxdur, sən onu bağışlamırsan, əff eləmirsən, yumuşaq davranmırsan ona. Gör, Allah Teala kimə qarşı yumuşaq davranır? Səninlə əqidədə eyni olan, mənhəcdə eyni olan, gecə gündüz səninlə məsciddə namaz qılan, qardaşa qarşı sərtlik eləmə. Heç kim xətasız deyil, əziz qardaş. Heç kim xətasız deyil. Səni yaradan Allah Subhanahu wa Ta'ala xəbər verir ki, hamınız xəta edirsiniz. Lakin ola bilər Allah sənə rəhmət eləyib, sənin xətaların görünmür. Örtüb sənin üçün. Lakin kimdəsə görünür. Sən səbirli ol, təmkinli ol, hikmətli ol. Başqa bir nümunə. Firon, ənə rabbukumul ə'lə. Deyirdi ki, mən sizin ən uca Rəbbinizəm. Yəni adam yerlərin, göylərin yaradılmasında şərikliyi olduğunu iddia. Çünki Rəbb sözü nə deməkdir? Yaradan, yaşadan, yedizdirən, içizdirən, idarə edən deməkdir. Deyir ki, mən sizin uca Rəbbinizəm. Bu iddiaya baxmayaraq Allah Subhanahu wa Ta'ala Musanı və Harunu göndərəndə onun yanına görürsünüz nə deyir? وَقُولَ لَهُ قَوْلًا لَيِّنَا. Gedin ona yumuşaq danışın. Sərt kəlmələr yox, yumuşaq kəlmələr, həlim kəlmələr. Nə üçün? Bəlkə deyir, başa düşər və xətasından dönər. Kim? Firon. Kim? Abu Bakrın, Muhammed sallallahu aleyhi ve sellemin ailəsinə iftira atan. Yəni Allah Teala belə adamlara qarşı bizə mülayimliyi öyrədib. Səbirli olmaq, Allah üçün dözmək, təmkinli olmaq. Vallahi qardaşlar, mükafatı əzəmətli olacaq. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem başqa bir mükafatla deyir. Allah üçün qardaşlıq eləyənlər barədə. Allah Teala qiyamət günü deyəcək ki, Əl-mütəhabbunə fi cəlali. Mənə görə bir-birini sevənlər, bax bu mükafatı istəyirsən səz qardaş, yaşa, əməl elə. Deyir ki, mənə görə bir-birini sevənlər üçün qiyamət günü mənə bir min nur, nurdan minbərlər olacaq. Nurdan minbərlər olacaq. Yəqbituhumul nəbiyyunə və şühədə. Allah Teala öz rızası üçün bir-birini sevənlərə elə minbərlər verəcək ki, qiyamət günü nurdan olacaq. Təsəvvürə gətir əziz qardaş. Necə olacaq o? Allahu Akbar. Lakin gözəl olacaq. Çünki Allah vəd verib. Sonra deyir ki, onlara qibtə eləyəcəklər. Qibtə eləyənlərə bax, sıravi adamlar olmayacaq qibtə eləyənlər. Allahın peyğəmbərləri və Allah üçün meydanda döyüşüb ölən şəhidlər. Qibtə eləyəcəklər ki, Allah gör bunlara nə verib. Allahın peyğəmbəri, bəlkə sən onlardansan, o minbərdə olanlardan. Təsəvvür elə. Allah Teala deyir ki, onlara nurdan minbər verəcəm, peyğəmbərlərin və şəhidlər, mənə görə canından, malından, qanından keçən şəhidlər, onlara deyir, qibtə eləyəcəklər ki, gör, Allah bunlara nələr verib. Nə üçün? Səbəb nədir axı? Səbəb Allaha görə bir-birini sevirsən. Yaxşı, Allaha görə sevən hər bir mübahisədə tərk eləyərmi? Allaha görə sevən hər bir addımda səbirsizlik eləyərmi? Allaha görə sevən qeybət eləyərmi? Eləməz. Allaha görə sevən təmkinli olmalıdır. Xətasız adam görməyəcəksən. Alimlər deyirlər ki, xətasız qardaş axtaran qardaşsız qalacaq. Yoxdur elə adam. Xətasız adam yoxdur əziz qardaş. Muhammed sallallahu aleyhi ve sellemin qardaşlarısınız. Bu yolu gedmək və yaşamaq lazımdır. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, mənim deyir qardaşlarım gələcəklər. Sahabələrin reaksiyasına fikir verin. Deyirlər ki, ya Rasulallah, qardaşlarım. Kimdir sənin qardaşların? Bəs biz sənin qardaşların deyilik. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, siz mənim sahabələrimsiz. Qardaşlarım o kəslərdir ki,
Onlar məni görmədən iman gətirəcəklər mənə. Yaxşı, iman gətirdi və salam, mənim yolumda olacaqlar. Sünnətimi yaşayacaqlar. Mənim onlara öyrətdiyim qardaşlığı qoruyacaqlar. Tək Allaha ibadət eləyəcəklər. Hikmətli adamlardır. Mənim apardığım dəvət kimi dəvət aparacaqlar. Fikir ver, sahabələrin arasında qardaşlar mübahisələr olurdu. Problemlər olurdu. Abu Zər Bilala demişdi ki, qarabala, qaranın balası. Lakin nəticə nə oldu? Barışdılar, görüşdülər. Allah üçün sevgi davam elədi. Şeytan idi, araya girdi, sonra çıxdı. Araya girdi şeytan, sonra çıxdı, getdi. Nə ilə? Qayıdmaqla Allah və Rəsuluna Bilal ağlayır. Kədərlənir ki, məni təhqir elədi. Lakin sonra Muhammed sallallahu aleyhi ve sellem onu da anlayır ki, İnnəkə emriun fikə cahiliyyə. Səndə cahillikdən əlamət qalmış bir adamsan. O da başa düşdü ki, məndə cahillik qalıbsa bu mənim üçün ardı, abırdı. Allah Rəsulu belə deyirsə, mən gör hansı haldayam. Dərhal ağ başını yerə qoyur ki, o qara ayağımı qoy mənim ağ üzümə. Fikir ver. Niyə? Allah üçün. Allaha görə. Sahabələr deyirlər ki, ya Rasulallah, yaxşı o qardaşlarını necə tanıyacaqsan qiyamət günü? Hardan biləcəksən ki, onlardır sənin qardaşların? Muhammed sallallahu aleyhi ve sellem deyir ki, əgər sizdən birinizin atı olsa, onun əli ayağı ağ, başında da ağı olsa, qaşqası olsa, necə deyirlər bizim dillə? Qara at sürüsün içində onları deyir, tanımaz mı? Mən deyir, qardaşlarımı qiyamət günü, bax, beləcə dəstəmaz əzalarından tanıyacam. Dəstəmaz alanların əzaları qiyamət günü o atın ayağında, əlində ağlar necə zahir görünürsə, dəstəmaz əzalarından belə parıldayacaqlar qiyamət günü. Muhammed sallallahu aleyhi ve sellem sənə qardaşım deyil. Niyə görə iman gətirmirsən, yaşayırsan onun dinini, onun kimi dəstəmaz alırsan, onun əqidəsindəsən, ona görə dini qoruyursan, sənə deyib qardaşım. Allah Teala bizi onun qardaşlarından etsin, sabit etsin. Elhamdülillah qardaşlar, qardaşlıq böyük nemətdir, əzəmətli nemətdir. Bunu qorumaq lazımdır, səbirli olmaq lazımdır. Bilmək lazımdır ki, vallahi, sənin səbrini pozmaq üçün, səni mübahisəyə yönəltmək üçün, arada olan mehribansılığı pozmaq üçün möhkəm bir düşmən var. O da kimdir? Şeytan. Ləuğviyənnəhum. Allah söz verir ki, onları azdıracam, çaşdıracam. İllə ibədəkə minhumul muxlasin. O qullarından başqa ki, onlar ixlaslıdırlar və sənə görə addımlar atırlar. Gizlinləri və aşkarları, sözləri və əməlləri, davranışları və müamilələri sənin rızan üçün. Nəfs yoxdur. Nəfs yoxdur. Nəfsə görə müamilə eləmək, nəfsi müdafiə eləmək, özünü izzətli saymaq səni alçaldacaq. Necə İmam Mücahid Rahimahullahın sözünü deyək, bununla da kifayətlənək. Görün nə deyir qardaşlar? Deyir ki, mən əəzzə nəfsəhu, əzəllə dinəhu. Kim öz nəfsini izzətli saysa, təkəbbürlü eləsə, dinini alçaldacaq. Təkəbbürlü insanları heç kim sevmir, əziz qardaşlar. Təkəbbürlü insanları heç kim sevmir, xoşlamır. Ona görə deyir ki, Rahimahullah, kim öz nəfsini izzətləndirsə, dinini alçaldacaq. Lakin sonra nə deyir? وَمَنْ أَعَزَّ دِينَهُ أَذَلَّ نَفْسَهُ. Kim dinini ucaltsa, izzətləndirsə, qorusa, hər bir şeydən, xüsusilə nəfsindən üstün saysa, nəfsini alçaldacaq. Allah Teala bizi o kəslərdən etsin. Allah Teala sizə bərəkət versin. Rəbbim bizi bədənlə, qəlblə, bütün varlığımızla ixlaslı qardaşlardan etsin. Allah Teala şeytanı aramızdan çəksin, çıxartsın, bizi onun şərindən qorusun, bir-birimizi öz rızası üçün sevməyə asanlaşdırsın. Bütün xeyirlər Allahdandır, xətalar bizim nəfsimizdən və şeytandandır. Aqulu mə səmi'tum və əstəğfirullaha li və ləkum və lisəl muslimin min kulli zəm fəstəğfiruhu innəhu huvəl qafurur rahim. Allah razı olsun.